Bugün bizim verilişin 6-cı buraxılışıdır və qonağımız tibbi onkoloq doktor Zülfiyə İmamquliyevadır. Qanaxmanın intensivliyinə görə həkimə başvurmaq məcburiyyətində qalıb. HPV pozitivdir. Bir xəstənin HPV pozitivliyinə xərçəngə gəlməsi üçün təxminən nə qədər bir müddət lazımdır? Həm qadınlarda, həm kişilərdə demək cinsiyyət orqanlarının xərçənglərini yaradırlar. Partnyor sayı limitli olmalıdır, tək partnyor olmalıdır. Əlaqələr vaxtı yaxşı olar ki, kondom kimi bir baryer yöntəm istifadə olunsun. Beynəlxalq Səhiyyə Təşkilatının 90-70-90 protokolu var. Yəni belə 90%-ə qədər qızların erkən yaşda ilk cinsi əlaqədən öncə vaksinasiya olunması tövsiyə edilir. Bu HPV nədir? Necə yayılır? Nə qədər görülür? Hansı sıxlıqda görülür? HPV demək bildiyimiz kimi DNT tərkibli virusdur və təkcə insanda, yəni 6 tip xərçəngin yaranmasında iştirak edir. Uşaqlıq boyu xərçənginin 95% yaranma səbəbi HPV-dir. Və Azərbaycanda bu statistikaya baxsaq, ildə təxmini 450 civarında xəstəyə diaqnoz qoyulur və 250-260 qədər ölüm sayı olur. Xəstələrin bir qrupu var ki, deyirlər, yo doktor, nə danışırsınız, birdən müsbət çıxar nəsə. Cinsi aktivliyə məruz qalan hər bir kəs istənilən, yəni həyatın bir mərhələsində HPV-yə yoluxa bilir. Yəni HPV-nin çıxmağı o deməkdir ki, bu qadında xərçəng var və yaxud da ki, %100 xərçəng olacaq. Hansı hallarda xəstə şübhələnməlidir? Hansı simptomlar HPV-nin və yaxud da ki, uşaqlıq boyunda gedən dəyişikliklərin simptomları? Vaginal axıntı, pis qoxulu vaginal axıntını müşahidə edirsə, cinsi əlaqədən sonra qanaxma müşahidə edirsə, hansı risk faktorları var? Kimlər daha çox risk altındadır HPV baxımından?